Salam, hər vaxtınız xeyir olsun, dəyərli Azərbaycan xalqı, Azərbaycan vətəndaşları, vətənimizin qeyrətli, namuslu insanları. Sizləri Mingəçevir şəhərindən hər birinizi salamlayıram. Sizə Nur şəhərində bu möhtəşəm bulaqla bağlı açılışı təqdim edəcəm əlbəttə ki. Öncədən bu şəkili, bu videonu çəkirəm ki, bax, möhtəşəm Nur üzlü qardaşlarıma göstərilən sayğı və hörmət, sağ olsun şəhərimizdə bu cür işləri görən insanlara eşq olsun deyirəm. Vətənimizin nə yaxşı ki, biz övladlarıyıq. Şəhidlər Xiyabanının yaxın olaraq məhz bu binaların önündə bu bulağın tikilməsi möhtəşəmdir və eşq olsun, sağ olsun. Minnət və təşəkkürümü bildirəm burada çəkən, əziyyət çəkən sənətkar qardaşlarımıza ki, bu möhtəşəm bir bulağı təmir ediblər. Onu necə də əbədi olaraq, bu xatirə olaraq bu bulağı inşa ediblər və burada əziyyət çəkən, bu işdə maliyyə və mənəvi dəstək göstərən, bu işi görən insanlara dərin təşəkkürümü bildirirəm. Şəhidlər bu cür hər zaman sevilməlidir. Onlar bizim üçün can veriblər. Onları bütün belə gözəl nur üzlü qardaşlarımı bütün Azərbaycan tanımalıdır və onların əlbəttə ki, bulaqlar ehsan bulaqları olması üçün bu işdə əziyyət çəkməliyik və çəkəcəyik də. Eşq olsun Azərbaycana, eşq olsun Azərbaycan xalqına və mən qardaşlarımın ruhu önündə, cümlə şəhidlərimizin ruhu önündə, məhz qardaşlarımızın Vaqif qardaşımın, Rahil qardaşımın önündə duraraq onların ruhu önündə baş əyirəm. Cümlə şəhidlərimizin məqamını Allah uca eləsin. Allah bu uca bayraqlarımızı dünyada 200-dən artıq dövlətdə ucalan bu bayraqlarımızı əbədi və sonsuza qədər eləsin, axirətə qədər eləsin. Allah sizlərin ruhu önündə biz xalqı utandırmasın. Mənim Vaqif qardaşım, Rahil qardaşım. Allah məqamınızı uca eləsin inşallah.